Dostlar, günün hansı saatında bizi izləyirsinizsə, hər vaxtınız xeyir olsun. Hər şey şunasa xoş gəldiniz. Üç gündür yuxularım qarışıb. Üzərimdə məsuliyyət hiss edirəm, özə ciddi məsuliyyət. 2 ildir mən bu insanın yolunu gözləyirəm. Gözlərim yollarda qalıb. Bu insanın çox ciddi əməyi var mənim musiqi zövqümdə. Mənim playlistimdə yeganə insandır ki, onun adına ayrıca bir list var. Yəni orada da ancaq onun ismidir. Bugünkü qonağım cənab Qızıl Şlager Faiq Ağayev. Dostlar, Can, gurultulu. 2 ildir bu günü gözləyirik. teşekkür ederim Aynur. Akıbetiniz xeyir olsun. Sizi Hoş də geldiniz. salamlayıram. Bizi seyredənləri də salamlayıram. Adam dönüb demək istəyir ki, sən nə gözəl müqəddiməsən belə, təqdimatsan belə. Təşəkkür edirəm. Mən Çox təşəkkür minnətdaram. Nə xoş mənə. Xoş gəldiniz bir daha. Təşəkkür. Necəsiz? Yaxşıyam. Necə Min özünüzü şükür. hiss edirsiniz? Yaxşı. Mən bilmirdim 2 il həsrətdə saxlamışam. Mən bilsəydim Bəli. gəl tərpənərdim. Bəli, bəli. Başlamaq istəyirəm Faiq bəy. Demək ilk sualım belə olacaq ki, sizin pəncərənizdən baxanda, bax filan kəsin musiqi zövqü əladır deyilən şəxs hansı xüsusiyyətlər özündə daşıyır? Əgər musiqi zövqü əladırsa, keyfiyyətli musiqiyə qulaq asmalıdır. Və burada janr fərqi yoxdur. O, misal üçün, keyfiyyətli xanəndəyə qulaq asa bilər. Keyfiyyətli caz musiqisinə, rock musiqisinə, pop musiqiyə, klassik musiqiyə. Mən hərdən bir də görürsən ki, Wagnerə qulaq asmaq istəyirəm. Bax, mən Wagnerə qulaq asmaq istəyirəm indi hal-hazırda. Ona görə mənə gəlir ki, insan həm də geniş baxış bucaqlı insan olmalıdır ki, keyfiyyətli musiqi sevsin. Özünü hansısa çərçivəyə salmasın. Əgər insani xüsusiyyətlərdən deyiriksə... İntellektlə əlaqəsi var sizcə? Hə. Biraz var elə bir. Musiqinin bilavasitə bağlılığı var intellektlə. Və əgər insan hansı musiqini anlamırsa belə, sadəcə anlamadığına görə onu pisləyirsə, deməli intellekt problemi var ortada. Yox, mən heç nə demirəm, amma mənim musiqim deyil deyirsə, deməli insanın intellekti ilə problemi yoxdur. Demək, Faiq bəy, indi müzakirələr çoxdur. Həmişə belə müzakirələr olub ki, Sovetin dövrü, indiki dövr arasında fərqlər. Mən müstəqillik dövründə doğulan bir Azərbaycanlı kimi, mənim üçün Sovetin dövrü müstəmləkə şəraitində yaşamaq mənə elə gəlir ki, genimizə ciddi dəyərsizlik kodları aşılayıb. Çünki nəyə aşılayırdı? Sən bilmərsən, mən bilirəm, aşılayırdı bizə. Bunlardan biri məsələn dilimiz mövzusudur. Biz Azərbaycan dilində danışanın çuşqa adlandırıldığı dövrlərdən keçmişik. İndi də var belə cahillər, bu cür düşünən cahillər. Amma mənə elə gəlir ki, yaxşı tərəfləri də var idi. Məsələn, senzura, okey, diktaturadır, amma sanki o vaxt bayağı musiqi efirlərə bu qədər əlçatan deyil idi deyə zövqlü, Bu qədər yox, ümumiyyətlə əl çatan deyil idi. Sizcə sənət üçün, musiqi üçün hansı daha təhlükəlidir? Senzura yoxsa zövqsüz azadlıq? Hər ikisi təhlükəlidir. Senzura ona görə təhlükəlidir ki, yaxşıları və azadlıq sevərləri əngəlləyirdi. Belə sərhədsiz azadlıq məsuliyyət olmayan yerdə. O da böyük təhlükədir, çünki sənə aş əvəzinə plastik düyüdən hazırlanmış hansısa sintetik yemək verirlər. Azərbaycan dili ilə bağlı bəyaları dediniz. Bəli, var idi bəziləri, adətən də şəhər əhli idi. Çünki bölgələrdə, rayonlarda elə insanlar yaşamırdı ki, rus dilində danışıb da özünü indiki dillə desək cool hesab eləsinlər. Amma Azərbaycanca danışmaq ayıb bilinirdi, çuşqa dilini bilinirdi. Mən onu işarə eləmək istəyirəm ki, 20-ci əsr ədəbi Azərbaycan dilinin nəhayət ki formalaşması zamanıdır. Ən gözəl Azərbaycan dili məhz Sovet dönəmində o zaman kəsiyinə təsadüf etmişdi və baxın, Vaqif Mustafazadə kimi böyük bir sənətkarı sıxdı o zamanı.
Amma yenə də gizlədə bilmədi. Aşkar oldu Vaqif Bəli. Mustafazadə. Nə deməkdir? Senzura bəzən aciz olur. Doğrudan da aciz olur. Bəli, bu кейsdə belə. Amma indi senzura yoxdur deyənə və olmamalıdır əslən. Çünki sənət azadlıq sevər. Və bu azadlığın qənşərində yalnız və yalnız məsuliyyət durmalıdır. Qarşısında məsuliyyət durmalıdır. Onda azadlıq tənzimlənir. Azadlıq axı nə istədim eləmək deyil. Bilmirəm, mənə elə gəlir ki, o zamanda yaradanlar yaradıb, düzdür, böyük çətinliklərlə yaradıb. Çünki təkcə senzura deyildi. Həm də danos anonimkalar yazırdılar, anonim məktublar yazırdılar ki, kimisə sındırsınlar, kimisə sənət və həyat yolunu kəssinlər. O qədər sənətkarlarımız var ki. İndiki zamanədəsə elə bir senzura yoxdur deyənə tamaşaçı yiyəsiz qalıb. Bəli. Və tamaşaçının zövqünü formalaşdırmağı məsələsi bütövlüklə onun öz üzərinə atılıb. Yəni efir bir sənin zövqün belə olmalıdır kimi artıq o gücə malik deyil. Əvvəllər malik idi, indi malik deyil. Ona görə alaqotlar çoxdur. Çox çətindir. Bilirsən, oranın da çox böyük mənfi tərəfləri olub o vaxtın. İndinin də çox mənfi tərəfləri var. Ona görə çətindir. Mənə gəlir ki, qızıl orta şərtdir. Məsuliyyət, yenə deyirəm. Məsuliyyət olan Məsuliyyət kimlərdə yerdə nəzərdə tutursunuz? Sırf sənət mədəniyyətlə adamıdır. bağlı Sənət adamının öz üzərindədir. Ki, mən bu kəlməni deyəcəmmi? Mən bu şeiri yazacağammı? Mən bu mahnını oxuyacağammı? Bu da yoxdur. Çək çövür gedir. Hə, əgər sən məsuliyyətli insansansa deyirsən yox. Əgər məsuliyyətsizsən deyirsən ki, çörəkli maldır, mən balalarım üçün qazanıram da, kimə nə dəxli? Yox, oxuyaram mən bunu. Ona görə mənə biraz çətindir. Siz Aynur xanım elə müstəqillik zamanı anadan olmuş insansınız. Mən Sovetin ən yaxşı vaxtında 70-ci illərində dünyaya göz açmış insanam. Və 80-ci illərin ilk yarısı da çox gözəl idi hər şey. 80-ci ilin ikinci yarılarından problem başladı. 85-dən sonra problemlər başladı və mən Azərbaycan tarixini, o cümlədən musiqi, teatr, bilmirəm nə olur, hamısı gözümün qabağında keçib. Mənə biraz çətindir. Şərh vermək. Hansısa zaman tərəfini tutmaq. O zaman yaxşıdır sənətçi, yoxsa o zaman yaxşıdır. Məsuliyyətli insan üçün və istedadlı insan üçün hər zaman yaxşıdır. İndiki dövrdə, məsəl üçün, bilirik ki, bayağılıq əl çatandır. Çox asandır efirlərə giriş. Bayağı musiqi istehsalçıları YouTube baxışlarını ekrandan gözümüzə soxaraq göstərirlər ki, ondakı trendi yox elədilər. İndi gözə nəyisə salmaq üçün də imkanları yoxdur. Yəni biraz neyronlarının 50%-ni işlədən tamaşaçı başa düşür ki, bu statistik bir manipulyasiyadır. Bəs belə bu tərəfdən baxanda bu insanların bu qədər cəsarətli bu çıxışları etməyində məsuliyyət kim daşıyır? Kanal rəhbərliyi, tamaşaçı, yoxsa sizin kimi sənətkarlar? Yox, mən sənətkarların üzərindən məsuliyyəti götürürəm, çünki bizim nəzarət adlı funksiyamız yoxdur. Biz mübarizəni ancaq özümüz istehsal etdiyimiz mahnılarla, kliplərlə, konsertlə aparırıq. Biz kiminsə qarşısını tutmaq, çıxıb televiziyada demək ki, filan kəsi efirə buraxmayın kimi bir vəzifəmiz yoxdur. Yoxdur elə vəzifəmiz. Sizin kimi sənətkarları niyə çəkirəm? Çünki bu insanlar yiyəsiz bilib bu meydanı. Çünki siz zamanında elə inqilablar etmisiniz ki. Amma ki, YouTube-dur, rəqəmli platformalardır. Bunlar axı əngəlsiz yerdir. Onda tendensiyanın qarşısını ala bilmərik, adaptasiya getməlidir. Tamaşaçının üzərindədir. Qulaq asma da. Qulaq asma. Bir gün dərk et ki, bu bayağıdır. Bayağının üstündə artıq damğası var da primitiv. Eləmə də qulaq asma. Sən niyə ona qulaq assan? Mənim rəhmətli nənəmin təhsili yox idi, amma sevimli müğənnisi Rubaba Muradova idi. Dərya. Emosionallıq, oxuma tərzi. Yəni hərdən bir filan kəs savadsızdır deyənə bayağı musiqi qulaq asır. O da düzgün eyham deyil. Bəzən hər şey savada da bağlı deyil. Yenə deyirəm, nənəm savadsız idi, amma keyfiyyətli musiqi sevirdi. Bəs bayağı dediniz, intellektlə əlaqəsi var. Var. Amma
bilavasitə deyil də. Dolayı. Dolayı var təbii. Bu mənə elə gəlir ki, açıq-aydın şeydir ki, təhsilli adam, savadlı adam, dünya görüşü və indi belə çox dəbdədir, vizyonu olan insan, onun daha çox seçim etmək, müqayisə etmək imkanı var. Yəni o yaxşını pisdən ayırd eləyə bilər. Çünki təhsildə var. Amma savadsız insan təsəvvür eləyək ki, imza atmır, gəlir barmağının izini qoyur da hansısa sənədə. Bax, o tip insandan nəyisə tələb eləmək çətindir, çünki o keyfiyyətli musiqi dəryasına heç bir dəfə də baş vurmayıb. Bildiyi odur, gördüyü odur. Deyir, aşıq gördüyünü çalar deyirlər də. Onun da gördüyü budur. Məsuliyyət nə medianın üzərindədir? Çünki mediadan da soruşsan, deyir ki, mən özüm maliyyələşdirirəm. Mən işçilərimə pul qazanmalıyam. Neynim ki, sponsorlar falan yönlü musiqiçilərə və ya ifaçılara pul verir və ya daha çox onlara baxır. Mən çağıracam onu. İzləməsin. Tamaşaçının öz üzərindədir əzizim. Zəhərdir qabağında. Ya uşaqsan başa düşməyib yeyib öləcəksən, ya əgər yaşlısansa biləcəksən ki, zəhərdir də, toxunmayacaqsın ona. Eynən. Bəs belə bir nüans mənim diqqətimi çəkir. Bu yaxınlarda bəzi mövzular söz-söhbət olmuşdu. Sizin fikriniz mənə çox maraqlıdır ki, musiqi siyasətin aləti olmalıdırmı? Düzgündürmü bu? Yox. Musiqi, idman siyasətdən uzaq bir şeydir. Hətta əgər idmandan danışırıqsa, Olimpiya oyunları zamanı bütün müharibələr dayanardı. Bəli. Ki, müharibə olmasın, idmançılar yarışsınlar. Eynən musiqi də sərhəd bilmir. Musiqini siyasətləşdirənlər var. Ya siyasətçilər özüdür, Bilə istəyərək. ya da bilə-bilə siyasətləşdirirlər. Ya da ki, tamaşaçıdır siyasətləşdirir. Ona görə musiqi yox. Musiqinin siyasəti barışdır. Musiqinin siyasəti məhəbbətdir. Musiqinin siyasəti haqsızlığa hiddətdir. Zalimları ifşa etməkdir. Yaxşıları tərifləməkdir. İncəsənət budur. Yəni bir cəmiyyət bir mövqeyinə görə musiqiçini linç edə bilməz. Baxır nə mövqeyidir. Musiqi ilə bağlı mövqeyinə görə. Bilmirəm, vallahi elə şey var ki, qınanılmalıdır və siyasətləşməlidir. Onda yenə çox şaxəlidir də. Amma yox, şərtlər var da. O şərtlər də azdır, çox deyil. Həssas nöqtələr. Misal üçün, ermənilər bizim mahnıları oxuyurlar, öz adına çıxardılar. Hansısa bir Azərbaycanlı müğənnisi, əfsus ki, belə faktlar da var. Əfsus. Erməni mahnısını öz adına çıxardıb ifa eləyirsə, bax, belə olanda ictimailəşməlidir məsələ və bəlkə onda da siyasi mövqe qoymaq olar ki, sən, qardaş, sən, yabacı, sən öz xəzinəvə nə gəlib ki, sən gedib bizdən oğurlayandan oğurlayıb öz adına çıxardırsan. Yəni mövzu musiqi olanda bəli. Hə. Amma bütün digər hallarda musiqiçilərə, idmançılara toxunmaq olmaz. Görürsüz, siyasətçilər düşmənlə belə təbəssümlə əl sıxıb salamlaşıb gedirlər. Heç kim də demir, bax, kimlə salam, niyə onu qucaqladı? Halbuki qucaqdan söhbət getmir, əl sıxmaqdan söhbət gedir. Heç kim siyasətçiyə irad bildirmir. Amma idman və musiqi, incəsənət, bax, o qeyri-formal körpülərdir ki, ondan hərdən bir düşmən üçün də istifadə etmək olar o körpüdən. Bu demək ki, kütlədə riyakarlıq var. Məsələn, siyasətçi böyük simada ona deyə bilmirlər ki. Riyakarlıq deməzdim. İzafi tələblər var cəmiyyətin. Sən belə olmalısan. Sən bunu eləməlisən. Sən bu paltarı geyinməlisən. Hara gəlir senzuraya? Yenə. Həyatı dolğun olan insan, dolğun həyat yaşayan insan, bu həyatda bütün çətinliklərə baxmayaraq sevgi, məhəbbət ürəyində daşıyan insan onu eləməz. Onu adətən alçalmış, sınmış insanlar eləyirlər.
Amma Mənim kütlə də halım təəssüf pisdir, ki, sən də pis ol. hə, kütlə də təəssüf ki, ən çox o insanlardan Əfsus, təşkil hə, olunur. kütlənin içində elə əhvalı oyadan, Bəli. üzr istəyirəm ifadəmə görə, qıcıqırdan insanlar Bəli, var. bəli. Var. Mən nə müşahidə eləmişəm? Məsələn, kütlənin provokativ nümayəndələri var. Mənə elə gəlir ki, bir ədəb sözü var, indi bunu ən normal şəkildə demək istəyirəm. Nə edənin önündə nə etməsən Hə, deyərlər ki, filan yeri yoxdur. filan yeri yoxdur. Mənə elə gəlir ki, bu provokativ kütlə bu beyinlə işləyir. Yəni onlara belə çəmkirməlisən ki, onlar səsini kəssinlər. 2 nümunə çəkəcəm. Elşad Xosev aprel döyüşlərindən öncə atəşkəs pozulmuşdu. Konsertini təxirə salmadı, oxudu və kütlə cəmiyyət tərəfindən linç olundu. Və adam çıxdı linçə qarşı dedi ki, müğənninin işi səhnədə oxumaqdır, əsgərin işi ölməkdir, müdafiə eləməkdir. Onunla da linç dayandı və indi kimsə Elşad Xosevə söz deməmişdən əvvəl 2 dəfə düşünür. Amma Anar Nağılbaz, çox üzr istəyirəm, Anar Nağılbaz video çıxdı. Sanki başqa insanların seksual tərcihləri yoxmuş kimi, yəni seksual seçimləri yoxmuş kimi kütlə linç elədi. Anar Nağılbaz kimi böyük bir ismi yedi bitirdi. Sizə elə gəlmirmi ki, bəzən bu kütlə ilə qızıl ortanın necəsə qaydası var bunu tutmağın? Müxtəlif hallardır. Elşad Xoseyvlə Anar Nağılbazın özəl həyatına bağlı bir şeydir və bu bir mənalı pis qarşılanır ki, insan öz əlinə görə ona qiymət verməzdir. Elşad Xoseynlənsə bağlı, yaxşı o ki, Elşada qarşı irad tutdular və linç etdilər. Amma o konsertə gedənlər kim idi? Bizdən biriləri idi. Yəni siz Elşadı bir kənara qoyun. Elşadla nə işiniz var? O konsertə əgər siz irad tutursunuzsa, onda axıra kimi düzgün olun. Ora gedən tamaşaçını da qınayın da. Tamaşaçını qınamırlar axı. Bu bir növ həm də sosial nifrətlə bağlı bir məsələdir. İnsanlar, bütün insanları demirəm, amma əksəriyyət uğur yiyəsinə böyük qısqanclıqla yanaşırlar. Deyirlər ki, neyini bu? Niyə onun evi var? Niyə o pul qazanır? Niyə onun maşını var? Məndə yoxdur. Qardaş o çalışır, o işləyir. Onun işinin özəlliyi odur. Ona görə qızıl ortanı tapmaq üçün kütlə ilə məsləhətləşməyə ehtiyac yoxdur. Yəni bu kütlə formalaşdırılmalıdır. Onun fikri də formalaşdırılmalıdır. Sovet vaxtında hökumət tərəfindən olmuşdu. İndi yenə deyirəm, öz ixtiyarlarına buraxıblar deyə çox pis və seksist bir atalar sözümüz var, amma onun içində çox böyük həqiqət var əslində öz zamanı üçün. Deyir ki, qızını döyməyən dizini döyər. Bax, öz zövqünü formalaşdırmayan insan axırda başından döyəcək. Öz başından döyəcək də ki, kimdənsə qapaz alacaq. Bu nədir, qulaq asırsın? Mən bura gəlirdim, soğuqdu hava. Pəncərə, 2 pəncərənin ikisi də maşında lay açıq, içindən də elə iyrənc bir musiqi də demək adamın dili, not yığını səslənir. Elə axmaq mətn idi. Bax, misal üçün mənim kimi 1-2 nəfər mən qarışığa, mən də onu etmədim. O maşının ehtiyatla, ehmalca qabağını kəsib, pəncərəvi ört qulaq as və bu musiqiyə qulaq asma desə, 1 dəfə, 2 dəfə, 3 dəfə, axırda cəmaət başa düşər ki, mən bunu eləməməliyim. Onu da eləmirik. Onda bunu sizdən nə üçün soruşuram? Siz çox gənc yaşlarından zirvədə olmusunuz, tanınmısınız. Hələ o dövrdə bu baş verənlər çox çətin idi. Onda kütləyə qarşı sərt mövqe və yaxud da şəxs olaraq sərhədləri göstərmək vacibdir. Ulduz olaraq. Yox, kütləyə heç vaxt, yəni tamaşaçı kütləsinə onu heç vaxt göstərmirsə. Tamaşaçı yox, provokativ kütləyə. Provokativ kütləni görməzdən keçmək lazımdır. Çünki o əgər ağlı olsa o sözü və ya o hərəkəti eləməz. Ağılsız insanla mən niyə dilağız olum? Sən deyirlər ki, arı heç vaxtı heç kimə sübut eləməz ki, milçək zibilin üstünə oturur, mənsə gül üstünə otururam. Arı öz işi ilə məşğuldur. Arını milçəklə müqayisə eləyən insanın fikrindən belə fikri sənin yanından vız keçməlidir.
Fikir vermə. Qoy provokativ olsun, qoy qışqırsın. Sabahsı gün hansısa bir axmaq nəsə hərəkət eləyəcək və gündəm dəyişəcək. Yaddan çıxacaq mənləri deyilən. Ona görə yox, belə iradlara dönüb demək ki, sən düz eləmirsən, sən ağlı çatmır. Uşaq gedib deyək ki, çəngəli elektrik cərayınına taxsa öləcək. Bilmir çünki. Cız nədir bilmir. O cızı valideyn deyir ona. Tamaşaçı cız deyən yoxdur. Bax onu deyirəm. O cızı, Valideynlər, yəni ev, məktəb, savad. anladım. Yəni ki, amma məsəl üçün sizin əvvəlki dövrdə Faiq bəy, bəli, o provokativ kütlə sizə Görünmürdü onlar. görünmürdü. Səsləri çıxartmağa haqqı yox idi. Yox idi, görünmürdü. Bəs nə baş verdi ki, okey, sivilizasiya, sosial şəbəkələr, hər hansı əlində bir yəni telefon var. Çox rahatdır birini qaralamaq, təhqir eləmək, amma istər artıq xəbər saytları birləşib. Məsələn, elə formada xəbər başlığı yazır ki, şərh toplamaq üçün ora neqativ bir xəbər başlığı yazır. Biraz artıq güc o tərəfə keçib deyə istər-istəməz emosional da insan zədələnir. Ona görə mən o şərtlərdə, bu şərtlərdə duruş, bir sağlam mövqe göstərmək Mütləq sən həyatda ümumiyyətlə sərhəd qoymağı bacarmalısan. Sənətdəsən, sənətdə deyilsən. Sərhəd qoymalısan. Həm özünə, özgələrlə ünsiyyətdə olanda, həm özgələrə səninlə ünsiyyətdə olanda müəyyən bir yerdən o yana keçmək olmaz. Normal tərbiyə görmüş, mərifətli insanlar bunu avtomatik edirlər. yerimizi bilməliyik. Hə, mütləq. Hər kəs öz yerini bilməlidir. Bu neçə yaşında öyrəndiniz? Bilmirəm, mənə bax çox maraqlı bir şey deyim. Biz qonaq gedəndə uşaqlıqda anam bizi oturtdurub yedizdirirdi qonaqlıqdan qabaq ki, mənim kimi ləlöyün uşaq orada özünü belə Normal aparsın. normal aparsın. Hı. Amma valideynim eləyirdi axı bunu. Bax bu gün gördüyüm deyirəm pəncərəni lay açmışdı və çox axmaq bir musiqi musiqidə təqqir deyə not yığınına qulaq asırdı. Bunun valideyni yoxdur. Bunun bir böyüyü yoxdur ki, buna desin ki, nəyə qulaq asırsın? Deməli böyüyü də belədir. Uşaq gördüyünü götürür. Hə. Amma sən zaman-zaman böyük sənətkarlar tamaşaçı kütləsini həmişə elə uşaqla müqayisə eləyir. O uşaq da onun nazı ilə oynamaq lazımdır, onu sığallamaq lazımdır. Amma ona o ağıl vermək lazımdır məsələsini tək musiqi yox, ümumiyyətlə incəsənət və təhsil üzərinə götürməlidir. Oxuduğu kitablar, baxdığı kinofilmlər, ünsiyyətdə olduğu uşaqlar. Əgər biz uşağı həyata buraxıb maraqlanmırıqsa, kimlə oturdur eləyir, kimlə gəzir, axırda heç nəyə təəccüblənməyə də haqqımız yoxdur. Çünki biz onu boş buraxmışıq, yiyəsiz buraxmışıq. Tamaşaçıları neyiniyək ki, indi yiyəsiz buraxıblar? Mən tam bir hər şey şunasam. Yəni bax Nə məsələn, xəbəriniz var ki, o sözü mən icad eləmişəm. ciddisiz? Şeyşünas və vətənşüvən sözlərini mən icad eləmişəm 2013-cü ildə. Heç bilmirdim. Hə, onu Wow. ilk olaraq Facebookda yazmışdım. Aha. Hardasa screen-də olmalıdır məndə. O söz yox idi. Onu Siz necə? icad Hə, ediniz. deyirəm ki, indi hər şey şünaslar yaranıb. Futboldan deyirsən, futboldan danışacaq. İncəsənətdən Sizcə pis deyirsən, şeydir. incəsənətdən. Məsələn, mən hər şey şunasam. O qeybət üçün yaxşı şeydir. Dostunla oturasan belə şirin qeybət eləyəsən. Amma özünün inkişafı üçün bəs. Yox, hər şey şünas adam heç vaxt ola bilməz. Yəni eyni zamanda təbabətdən, səhiyyədən Aha. və voleyboldan baş çıxartmaq üçün ya təbabətlə maraqlanan voleybolçu olmalısan, Aha. ya da ki voleybol hərdən bir oynayan həkim Həkim olmalısan. olsa, yəni eyni. Amma əgər sən hansı bir bankda çalışırsan və deyirsən ki, mən hər şey şünasam və deyək ki, həkim əvəzinə özün gedib özünə dərman alırsan, idman salonuna girirsən, deyirsən ki, mənə məşqçi lazım deyil. O özüm biraz elə- cahillikdir də. Ya hə, ya sən O o cahillik. dərmandan öləcəksən, ya da ki bir gün ştanga başına düşəcək. O cahillik. Hər şey şünas, hər şeylə maraqlanmaq, hə. Hə. Maraqbaz olmaq yaxşı şeydir.
Bu da mənim sözümdür. Maraqbaz. Maraqbaz. Mən hər şeyşünas bərabər də maraqbaz kimi assosiasiya eləyirəm. Yo, maraqbaz mükəmməlləşəndə olur hər şey şünas. Hə. Maraqlanır, Yenə də pis öyrənir. şey deyil də. Baxır hansı yönətdi onun marağı. Mən məsəl üçün oturmuşam hazırlaşanda müsahibəyə. Sizin baxıram ki, insan bu yaşda məşhur olub. O vaxt 90-cı illər 17 yaşında. 17 yaşında. Mən 34 yaşındayam. Keçən ilki 33 yaşındakı Aynur deyiləm. İnkişaf eləmişəm, düşüncələrim dəyişib və o vaxtki Faiq Ağayevlə empatiya qururam düşüncə olaraq. Özümü qoyuram onun yerinə ki, mən hələ formalaşmamışam. Nə şəxsiyyət olaraq, nə musiqi olaraq. Mən partlayış eləyirəm ölkədə. Yerləşirəm zirvəyə. Amma qudurmuram. Hə. Bunu indi gətirəcəm. Valideynlərim və məktəb. İnsan özü hələ şəxsiyyət olaraq formalaşmamış, cəmiyyətin o gözləntisini qarşılayacaq gücü hardan tapır? O güc ya olur insanda. Daxilən. Ya bir zirzəmidə hələ açmamısan onun qapısını, ya bir xəzinədir, yenə də qatı açılmamış xəzinədir. Yaşla, təcrübə ilə açılır. İnsanın içində olmalıdır. Niyə kimsə olur məşhur vokalçı, məşhur aktyor, məşhur futbolçu, amma deyək ki, onunla bir sinifdə oxuyanlar olmur. Ya bir ali təhsil ocağında oxuyanlar olmur. Misal üçün biz 10 nəfər idi kursda. Müğənni tək mən oldum. Bir nəfər də kurs yoldaşım, amma o ancaq məclislərdə oxuyur. Bir kurs yoldaşım Böyük Sevadır. ANS-də çalışıb neçə il. Jurnalistimizdir. Digər kurs yoldaşım ASTV-də xəbərlər departamentində çalışır. Hamı aktyor olma, bir kurs yoldaşım aktyor oldu. Amma hər kəs axı aktyor olmadı, hər kəs müğənni olmadı, hər kəs məşhur olmadı. Bu bütün həyata aiddir. Mənə elə gəlir ki, o istedaddır. Biz deyirik fitrə istedad. Allahın verdiyi vergidir. Niyə heç kim misal üçün Alim Qasımov kimi oxumur? Niyə alim birdən-birə alim oldu? Çünki bunun artıq o deyirlər, Allah Taala onu doğulanda başından sığallayıb. Bu o vergidir. O hər kəsdə ola bilməz. Ona görə hər şey şünas da akademik hər şey şünas olmur. Amma çalışsa olar da. Ağlı varsa hə. Ağlı varsa, ağlı yoxdursa yox elə. Sən belə bir rəvayət var, deyirlər ki, kasıb birisi palçıq daxmada, saman palçıq daxmasında yaşayır və bir gün Allaha əlini qaldırır, deyir ki, ya Rəbbim də mən həmişə düzgün bəndə olmuşam, özgənin çörəyini yeməmişəm, mən özgənin toğuna qış deməmişəm. Nə olar, mən də istəyirəm böyük evim olsun, 4 mərtəbəli evim olsun. Allah Taala buna nəsə iş, şərait yaradır, bu pul qazanır və nəticədə nə tikir? 4 mərtəbəli samanlı palçıqlı ev. Niyə? Çünki bax bu mərhələdə zövqünü yüksəltməyib. Daşlı ev tikmək nədir bilmir. Bu pis bir nümunə deyil ha mənim gətirdiyim. Bəli. Bu sadəcə insanın dünyaya qapalı olmasından, xəbəri olmamasından etdiyi hərəkətdir. Misal üçün indi də Əfqanistanda cümə günləri yığışıb soyuducuya və ya televizora daş atanlar var. Ki şeytan əməlidir. Bax o insana sən necə izah eləyəsən ki, Üzeyir Hacıbəyev kimdir? Və Mirzə Fətəli Axundov nə yazıb? Yəni ya şəxsiyyət və ya Müslim Maqamayev nə kimi böyük bir dahidir. Necə izah eləyəcəksən o televizora daş atan insanla? Bəs siz mövzusunda mən hələ də həm ana kimi düşünürəm, özümü qoyuram sizin ananızın yerinə, həm siz kimi düşünməyə çalışıram ki, necə baş verə bilər ki, insan hələ formalaşmayıb, ətrafında bu qədər insan, bunu hardan gətirəm? Emma Watson'ın bu yaxınlarda, bu Harry Potter'dakı aktrisa, hansı ki onlar da uşaq yaşından dünyaca məşhur ulduz olublar, onun müsahibəsinə, podkasta baxdım. Keçirdiyi travmalar, şəxsiyyətindəki problemlər, məşhurluğun gətirdiyi problemlər, hansı ki, narkotik maddələrə qurşanıblar. Siz də demək olar ki, uşaq yaşından məşhurlaşmısınız. Siz necə sağlam qala bilmisiniz ölkənin intellektual ulduzuna? O ananın başqa övladı ola bilməzdi.
Hə, ata-ana Hə, faktoru. evdə aldığım tərbiyə. Mən böyüyün yanında səs çıxartmaram. Ulduz olanda. Hətta böyük səhv eləyirsə və əgər məni üzünə ağartmırsa özü Hı -hı. qəsdən, mən susub keçərəm. Hı. Məni elə böyüdüblər ki, mən heç vaxt lovğalanmayım. Mən misal üçün anam mənə deyir ki, mən səninlə fəxr edirəm kəlməsini sənə deməyəcəm. Deyirəm niyə? Deyir fəxr ancaq Allaha məxsusdur. Mən Allahdan fəxr edə bilərəm. Mən sevinirəm ki, sən bu yolda bu qədər uğur qazanmısan. Bu sözləri eşidən övlad necə başqa cür olsun? Sən bax o bayağı ifaçılar var ha. Orada da valideyn boşluğu olub, valideyn tərbiyəsi boşluğu olub ki, onlar çıxıb qadınlar o tin uşaqları kimi qadın tində duran, yanağında diş çöpü ora fırladan bir oğlan kimi danışırsa, mənim üçün o insanın qadınlığı belə əhəmiyyətli deyil artıq. Başa düşürəm ki, zaymalıdır. Niyə? Zaymalıdır. Tərbiyə faktoru. Hə, ancaq tərbiyə. Düzdür, istisnalar da var, amma onlar istisnalardır. Ki, deyirlər, bax, otdan kül yaranıb. Yəni, hansı gözəl bir insanın övladı dünyanın ən axırıncı axmağıdır. O da olur, amma o istisnadır. İstisnasa qaydanı təsdiqləyir ki, qayda başqadır. Qayda tərbiyədir, gördüyün tərbiyədir. Ailə üçün. Ailə, məktəb. Yəni Faiq bəyin uşaq yaşlarından, gənc yaşlarından ulduz olmağı, fantastik pullar qazanmağı ailədə evlad Faiq Hə, mən ona görə faktını dəyişməyib. qudurmadım. Mən ona görə qudura da bilməzdim, çünki içimdə onu ayarlar yox idi. Daxilimdə o ayar yox idi ki, mən pul qazanan kimi belə ayağımın üstünə atıb dünənləri mənlə bir tikə kəsən insana salam verməyim. Var elələri var. Var. Amma sizin olduğunuz mərtəbə də qudurmağa çox münbit. Hə, münbit şərait Çox. idi, amma yox. Bir dənə müğənnilərimizin birisi ilə 15 il bundan qabaq bir toyda oturmuşuq. Mən də vaxtından, zamanından tez gəlmişəm. Oturmuşuq ikinci mərtəbədə. Bütün gələn qonaq müğənniləri də birinci mərtəbədən keçir görürük. Yanımdakı döndü mənə dedi ki, Faiq müəllim, bunlar biz olsaydı nə edərdilər? Dedim, qızım, biz yox, mən. Sən gəl mənim mərtəbəmə çat, onda deyə bilərsən biz. Belədir ki, sən onlardan fərqlənmirsən. Sən burada oturub onlara məzəmmət eləyirsən, lağ eləyirsən onlara. Hər belə fikirləşirsən, düş aşağı deyinə ki, belə niyə girdin içəri? Nə cavab verdin? Heç nə susdu. Demək nə sözü var ki, məntiqlə hər şey demişdi. Belə sərhəd göstərməkdir. Bir sualım var. Ümid zirvənin psixoloji bədəli var. Hə, təbii. Çünki sən əgər məsuliyyətli insansın, nədənsə bütün söhbət məsuliyyətə gəlir, dayanır. Sən cəmiyyət arasında istənilən hərəkəti ölç-biç eləməlisən. Sən şəxsi həyatından məhrum olursan. Çünki məşhurluq çoxlu iş deməkdir və evdən biraz uzaq olmaq deməkdir. Evə ancaq yatmaqdan yatmağa gəlirsən və o ailə bağları belə qırılır. Çox nadir hallarda, nadirən insanlar ailələrini qoruyub saxlaya bilirlər və balans tapırlar. Amma əksər hallarda ən böyük sənət adamları tək olublar, tənhalıq yaşayıblar. Cəzası budur. Cəzası odur. Xoşbəxt qalmaq mümkündür bu şərtlərdə? Bilmirəm vallahi, ya sən çox məşhur olduğun zamanda artıq formalaşmış insan kimi ailə qurmalısan ki, bütün mənfi tərəfləri bilirsən artıq və sən imkan verməyəcəksən. Ya da ki, çoxdan gərək ailə qurasan ki, məşhur olanda sənə ailən, balaların, həyat yoldaşın çox və çox əziz olsun. Titriyəsən onların üzərində, deyəsən ki, heç bir uğura mən sizi satmaram. Yəni sənətin önünə keçmir. Amma paralel cavan vaxtında birdən-birə uğur gəlirsə, hə, o insanı həm psixoloji olaraq tükədə bilər, yox eləyə bilər. Həm fizioloji olaraq bəzən bir də görürsünüz ki, kimsə, deyirsiniz, Emma Watson danışırdı. Kimsə pis vərdişlərə qurşana bilər.
Çünki bu təzyiqə dözmək mümkün deyil, əzizim. Heç kim gəlib bax o paxıllıq çəkilən mərtəbəyə çatmayıb onu məzəmmət eləyirlər. Ha, filan kəs çox belə burnu yuxarı gəzir, filan kəs mənə dünən salam vermədi. Demir ki, filan kəsin 1000 dənə dərdi olub, bəlkə görməyib. Doğma anası da orada olsaydı Bəli, keçəcəkdi yanına. bəli. Çətindir, hə, amma cəzası var. Bütün sevda çəkənlərin cəzası var. Bəs Faiq bəy, bəs bu musiqi tarixində o uşaq yaşından bu yaşınıza qədər belə fərqli kimliklər olub da. Məsələn, gənc Faiq olub. İndi xarakteri tamamilə oturmuş bir sənətkar var qarşımızda. O vaxt məsələn ahıl yaşına çatanda o deyir, bilmirəm bunu demək nə dərəcədə düzgündür. Deyir, ağıl yaşda deyil, başdadır əslində. Bu düzdür. Bizim elə məsəl üçün yaşlı sənətkarlarımız olub ki, məsələn İlhamə Quliyeva ilə sizin də aranızda qalmaqal olub, hansı ki kamera önündə artıq səbrinizi basa bilməmisiniz və barmaq işarəsi Bizi göstərmisiniz. Polad Bülbüloğlu barışdırdı. Bax gör, yenə böyük. Aha, yenə bir böyük faktor olub. Bir böyük faktor oldu. Məsələn Flora Kərimova indi heç öz səviyyəsinə uyğun olmayan bir müğənni ilə qalmaqal eləyir. Həmin müğənni açır canlılarda onu söyür. Bir dənə söz var mənim çox bəyəndiyim. İstədiyini deyən istəmədiyini eşidər. Artıq sənətkar mərtəbəsinə çatandan sonra böyük və kiçik arasında qızıl ortanı necə tuta bilirsiniz? Məsələn, burada misal çəkəcəm. Məsələn, Əli Mirəliyev var. Daima gənclərlə qalmaqaldadır. Amma bir tərəfdən zövqlüylə, zövqsüzə hamıya qucaq açan Faiq var, hamıya qucaq açan Röya, Aygün, Zülfiyə var. Bu faktor da var. Bu qızıl orta necə qorunmalıdır? Hamıya mı qucaq açılmalıdır? Hamıya mı hörmət olunmalıdır? Burada heç məşğulluqla bağlı bir şey də yoxdur. Hər kəsə qucaq açılmaz. Çünki sən bilmirsən o qucağa kim hoppanacaq. Xəbərin yoxdur. Aha. Mən sənətçilər nəzərdə bilmirəm, mən indi hal-hazırda bəzən İlhamə xanıma bəraət qazandırıram. Puşkinin əsərində deyirdi ki, мой дядя самых честных правил, когда не в шутку занемог, он уважать себя заставил и лучше выдумать не mог. O özünə hörmət etməyi məcbur edirdi. Ondan başqasını ağlına gəlmirdi. Ki, sən mənə hörmət eləməlisən. İlhamə xanım yəqindir ki, bu ətrafında gördüyü azğınlığa bu reaksiyanı vermişdi. Halbuki mən hesab edirəm ki, onu verməsəydi də olardı. O zirvəsini qoruyub da, hörmətini saxlayıb da, bax o kəskin reaksiyanı göstərməyib də öz yerində qalacaqdı. Mən İlhamə xanıma bəzən bəraət qazandırıram. Bəzən. Amma bu elə individual məsələdir. O insanın gərək içində, özündə nəsə olsun ki, böyük kiçiklə kiçik olsun və ya özündən yaşca kiçiyə siz deyərək müraciət eləsin. Mən sənəti nəzərdə tuturam. Yəni bəli, bu qaydalardır, tərbiyə qaydalardır, etiket qaydalardır. Amma məsələn, Faiq Ağayev sənətkardır. Amma hamıya qucaq açmağı, məsələn, mənim qorxacağım yoxdur. Mənim vurulacaq, zərbə yetiriləcək, güllələnəcək yerim qalmayıb. Mən bu 37 il ərzində heç bir Azərbaycan bəy müğənnisinin etmədiyini etdim. İndi istədiyiniz zaman şəhərə çıxın, görün ki, uzun saçla oğlanlar da gəzir. Qulağında sırğa olan oğlanlar da gəzir, saçını rəngləyən oğlanlar da gəzir. Çünki bunlar hamısı insanın kimliyindən xəbər verən amillər deyil. Bu onun azadlığının bir təzahürüdür. İstəyir saçını uzun saxlayır, istəyir qısa eləyir. İstəyir sırğa ilə gəzir, istəyir sırğasız gəzir. Bu onun kişiliyinə, mənliyinə heç çox bağlı olan məsələ deyil. Ya, bizdə vaxtıkən var idi. Mənim əziz Bakılıların bir dənə mahnısı, Bakılıların mahnısı var idi, oxuyurdu. Qurban olum dama şalvar. Yəni dama şalvar geyinməkdə vaxtıkən çox pis qəbul olunardı. Təsəvvür elə bilərsiniz ki, misal üçün hansısı 70-də artıq var idi. 60-cı illərdə hansısa bir bəy müğənnisi qırmızı şalvarla çıxsın. Daşqalaq eləyərdilər. Mən nəyə görə qucağımı açıram, əzim? Mən heç vaxt əvvəlcədən insanlardan diksinmirəm. Pis şey görmürəm.
Ta ki o insan özü onu biruzə verməyənə qədər. Əgər biruzə verdi, əks təsiri alacaq. Amma şərait yaradırsınız göstərmək Şərait üçün. yaradıram ki, göstərirəm ki, mən beləyəm. Mən daxil oldum, operatorla salamlaşdım, xadimə ilə salamlaşdım, qapıçı ilə salamlaşdım. Gedəndə də hamı ilə əlbəl, əziyyətlərinə görə minnətdar olduğumu söylədim, öpdüm, çıxdım, getdim. Məndən sonra nə qaldı? Rəhmət. Hı -hı. Amma elə insanlar var ki, onlardan sonra lənət qalır. Bir iz olaraq lənət qalır. Mən niyə lənət qazanıram, rəhmət qazana bilirəmsə? Mən təbii ki, insana həmişə daxilimin ən gözəl tərəflərini göstərəcəm. Yorğun olsam da, hətta həmən dəqiqə əhvalım təlx olsa da göstərməyəcəm. Çünki mən ictimai adamam, mən müğənniyəm. Ona görə qucaq açıram. Kimsə qarşısına bəri başdan, sən heç salam verməmiş, ağzını açmamış, sədd qoyursa, bu çatışmamazlıq kompleksidir artıq. Sən mənə Puşkinin sözlərini gətirdim, ha, sən mənə hörmət eləməlisən. Hörmət də qazanmaq lazım. Sizcə İlham xanım onu eləmirdi? İlham xanım eləyirdi onu və mən deyirəm axı mən indi bəzən ona bəraət qazandırıram. Amma məncə İlham xanım onu eləməsəydi də yenə də hörmətini görəcəkdi. Onda siz deyirsiniz bəzən bəraət qazandırıram, amma həm də deyirsiniz ki, hamıya qucaq açmalıyıq, sevgi dolu olmalıyıq. Yəni amma hər kəs də onu axı düzgün dəyərləndirmir. Yenə qızıl orta. Hə, bizdə internet podkastıdır deyənə mən bəzən özümə imkan verirəm, belə sərt sözlər deyirəm. Yəni mən lox deyiləm də. Bu açıq-aydın bilinən bir şeydir. Mən tərbiyəli insanam. Amma mənim tərbiyəli olmağımı loxluq kimi qəbul edən də kimsə tapıla bilər. Gəl görmüsən gedirdi, qapıçı ilə salamlaşdı. Mənim bir müğənni var idi. İndi çoxdan yoxdur. Bir mahnı ilə parıldadı, yox oldu sonra. Danışıram 90-ların axırından. Heydər Əliyev sarayında məşq edir. Səhnədə rəhmətli Oqtay Ağayevdir. Məşq edir. Konsertdir, böyük konsertdir. Oqtay müəllim bitirdi çıxışını, getdim səhnədə onu qucaqladım, öpdüm, düşdüm aşağı, gəldim, yanımda da həmən o cavan ifaçı oturub. Siz, Faiq Ağayev, o kimdir, onun ayağına gedirsiniz siz? O kim tanıyır Oqtay Ağayevi? Dedim, qızım, o Camaykanı oxuyanda canlı yayımda, Camayka, 18 dəqiqə Ümumi İttifaq radiosunda ifadan sonra alqış səslənib. Zalı saxlaya bilməyiblər. O vaxtının ənkəsi olub. Amma bu dünən cik eləyən və bir mahnı ilə parıldayıb sonradan sönən deyir ki, siz boyda insan niyə gedirsiniz onun ayağına? Belə insanlar da var. Bəzi fikirlərinizi həzm eləməyə çalışıram. Bəs hər sənətkar, məsəl üçün, biz indi yaşımız çatır və ya çatmır, bilmirik keçmişi. Hər sənətkar hörmətə, tamaşaçı hörmətinə layiqdir. Əgər yaxşı sənətkardırsa, hə. Bəs öz sənətçi dostları arasında? Orada axı insan paxırlarını bilirlər. Hə də onu deyirəm. Bax, paxırı bilən sfera. Bilmirəm, belə bir söz var, belə bir deyim var. Deyirlər ki, zalım böyük sənətkardır da, amma insaniyyəti bir qəpikli deyil. Yaxın əhatə onu deyə bilər. Amma belə məsafəli halda dəyərləndirmək çətindir axı bu Əhmədin, bu Məmmədin, bu Aynurun, bu Faiqin xasiyyəti nədir? Ona görə hər mahnısını sevirsənsə elə hörmət də elə. Ta ki o adam səni məyus eləyənə qədər. Məyus eləməyibsə söyməyin onu. Məyus eləyəndə haqqın var. Amma siz öz içinizdə, məsələn, bunu nəyə görə deyirəm? Bəzi sənətçilər var, sənətkarlar var ki, məsələn, sfera bilir ki, bu cavanlıqda nə olub. Hə. Amma indiki dövrdə məsələn ekspert kimi ailə dəyərlərindən dərs keçir. Amma siz bilirsiniz axı nə nədir? Mənəviyyat üzrə, yəni qonmadığı budaq qalmayıb, binəri kimisi gəlini məzəmmət eləyir. Hə, bax onu demək istəyirəm. Yox, ikrah doğurur. Çünki ətrafdan gülürlər də elə insanlara. Yəni içdən bilinir ki, nədir? Hə. Və bu gülünc. Mənim də heç vaxt ağlıma gəlməzdi ki, mən indi sənətimə görə deyirəm də, elə böyük sənətkarlarla tanış olaram. Bəzilərini necə sevirdimsə qat-qat artığına sevdim.
Bəzilərinə məyus oldum. Olub belə çox məyusluq Hə, məsəl olub, içdən olub. ki. Məyus olmuşam ki, kaş ki mən elə məsafəli qalaydım. Kaş ki mən bu. Sən insan ev kimidir. Elektrik naqilləri də keçir, su borusu da keçir, kanalizasiya da keçir. Bir də görsən insanı çox dərindən qazıyırsan, gedirsən kanalizasiyaya düşürsən. Çirkablı sulara Və bu məyus bulaşırsan. Hə, məni məyus eləyir ki, kaş ki mən uzaqdan bulaşmayaydım, kaş ki elə uzaqdan qalaydım. yenə mən sizin 17 yaşınızda qalmışam və travma alıram onları düşündükcə Can. ki, insan necə O biraz başqa vaxt idi. Onda qudurmaq da tərbiyəsizlik sayılırdı. Cəmiyyət tərəfindən tərbiyəsizlik sayılırdı ya, fərd tərəfindən yox. Cəmiyyət tərəfindən ümumilikdə tərbiyəsizlik sayılırdı. qınaq var idi deyə bu belə idi. İnsan istər Hə, istəməz. ictimai qınaq var idi. O necə olurdu məsələn deyək ki, indikilərin elədiyini məsələn bir ulduz o vaxt eləsəydi ictimai qınaq nə edirdi? Sosial şəbəkənin olmadığı dövrdə. İlk əvvəl bu əgər xəbər gedib işdə çatırdısa, adam düşürdü qara siyahıya. Öz qohumları belə gəlib ona irad tuturdular ki, özün cəhənnəm bizim Təklənirdi bir növ. Hə, amma elə insanlar var ki, təklənməlidir. Hmm. Elə insanlar var ki, təklənməlidir. Çünki buna bir nəfər də demir ki, sənin danışığın ağzından çamur tüpürmək kimi bir şeydir. Danışma, batma, batırsan, eləmə. Deyənləri yoxdur. Mən çox sevdiyim bir sənətkar haqqında bir paylaşım etmişdim və belə fəxrlə paylaşım etmişdim. Gələn məsəl üçün 200 mesajın 198-i təhqir idi. Mən həyatımın şokunu yaşamışdım. Niyə? Hansı ki o O sənətkar insan haqq edirdi o təhqirləri. mənə görə yox, Yox. amma sonra mən rəyləri, mesajları oxuduqca başa düşdüm ki, o insan vaxtında vəzifədə olub və o vəzifəsinə görə bu təhqirlərə məruz qalır. Biraz buna düşündüm ki, sanki yaradıcı insanlar vəzifəyə gətiriləndə xalqın sevgisi xalqın gözləntisinə çevrilir deyə, orada xalq sevgisi biraz təhlükəyə düşür. Məsələn, Orxan Fikrətoğlu arkaya gətirildi. Köhnə Azərbaycanlı Orxan Fikrətoğlu imicindən niyə kinomuz yoxdur ittihamlarının ünvanı oldu. Murad Dadaşov kanal rəhbəri olmamışdan əvvəl çox inqilabi layihələr eləyib, maşın şou eləyib, Bakılı oğlanlardan tanınırdı, amma kanal rəhbəri olandan sonra kanallar cəmiyyəti korlayır ittihamlarının ünvanı oldu. Bu məni düşündürür bir gənc olaraq. Məsələn, mən də şirkət rəhbəriyəm. Ortada bir sistem var. Bu insanlar komanda işi görürlər və bu sistemin bir parçası olurlar. Sizcə yaradıcı insan vəzifəyə gətirildikdə o həm xalqın səsini, həm sistemin diktəsini ikili idarə edə bilərmi? Bunu bir dənə də əlavə eləyəcəm, bu suala hardan gəlmişəm. Sizin hansı müsahibənizə baxdımsa, altda izləyicilərin rəyləri var idi. Bu insan mədəniyyət naziri olmalıdır, bu insan parlamentdə olmalıdır. Mən ona görə bu məncə ünvanı sizsiz bu sualın. Ondadır ki, nə Murada konkret olaraq irad tuturdular. Orada televiziya rəhbərinə artıq. Ora Murad yox, başqası da gəlsəydi, uğurlu. Bəli. Bu şəxsi deyil. Bu artıq qeyri-peşəkar yanaşmadır. Çünki o iradı bildirən gedib o kanalı 30 dəqiqə belə idarə eləyə bilməz. Bəli, sistem var çünki. Çünki orada başqa qayğılar var. Bəli. Başqa sistem var. Və Orxan Fikrətoğlunu qınayanlar onu qınamırlar. Onun gəldiyi vəzifəni və o vəzifəni icra edəni qınayırlar. Orada Orxan yox, başqası gəlsəydi eyni şey olacaqdı. Sən hər hürən itə çönüb, çömbəlib cavab olaraq hürməkdə olmur axı. Yox, hürmək olmur, amma sistem gözləntiyə girir. Məsələn, yaradıcı insan sizcə vəzifəyə gətirilməlidir buna görə? Hərdən bir o sahənin bilicisi belə vəzifəyə gələndə, çünki ya bilicisi gələcək, ya da ki administrativ işi, inzibati işi gözəl bilən insan gələcək. Kim gəlirsə gəlsin qınanılacaq. Kim İşi bilir və ya bilmir. Lap peyğəmbər də gəlsə. Çünki gözlənti var işin içində. Qınayacaqlar. Çünki gözlənti var, bəli. Bu sizcə bir məsələn xalq artisti üçün təhlükəli deyil. Mənim üçün təhlükəli heç nə qalmır həyatda. Sənətdə
Mən Kisəçi rolunda da çəkilmişəm. Qış Qış nağılında. nağılında bəli. Hə. Konsertlərimə Şah Padşah da olmuşam. Mən səhnədə ağlamışam da, halbuki deyirlər ki, erkəklər ağlamaz. Gülmüşəm də, rəqs də eləmişəm. Bu mənim sahəmdir. Mən bax o ümmanın, o dənizin, o okeanın ən bacarıqlı balığıyam. Eynən. Mən bilirəm hansı reaksiya, hansı geyim, hansı hərəkət düzgün hədəfə gedib vuracaq. Ha mənə oradan kimsə yazsın ki, bu nə ayaqqabıdır. Göyçayda çıxış eləyirəm. Çox gözəl konsert keçdi Zəfər günündə. Və qayıtmışam, bir də görürəm ki, hansısa yəsiz qız orada yazıb ki, o nə seryozni pencəydi geyinmişdi. Faiq Ağayev. Buna cavab verərlər. Cavab verərlər o adama. İlk əvvəl qız elə danışmaz. Mən bəlkə də indi çox təhlükəli bir söz söyləyəcəm, amma elə qızı elə boğarlar. Ki, ayıbdır sənin abrın olsun, ismətin olsun, sən küçə adamı kimi danışma ilə. İkincisi, incəsənət xadiminə seryozno, ne seryozno, ciddi, qeyri-ciddi pencək iradı ilə yanaşarlar. Onda hansısa bir məmurla, hansısa bir siyasətçi ilə müğənninin arasında, Nə aktyorun fərq var? arasında fərq Bəli. yoxdur. Var təbii ki, onlar qəbul eləmirlər. Həkimin ağ xalatını qəbul eləyirlər. Yanğın söndürənin o başına geyindiyi Uniformda. şlemi qəbul eləyirlər. Kosmonavtın skafandrını qəbul eləyirlər. Müğənninin daşlı pencəyini qəbul eləmirlər. Bu nə deməkdir? Başı çıxmamaqdır. Söhbətdən başın çıxmır, amma ağzını tərpədirsən. Oksigen israfı da elə insanlar. Bu planetdə 8 milyarddan deyək ki, bilmirəm, 10 nəfər də elə pis insan, ya 10 milyondur o qədər, ya 100 milyondur, onlar tələf olmalıdır. Əvvəl axır. 2 dəfə bir söz işlətdiniz. Mənim qorxacaq yerim qalmayıb, mənim təhlükəli heç nəyim qalmayıb. Hə. Bu o deməkdir ki, Faiq Ağayev ciddi yaralar alıb. Ən təhlükəli yol mən getmişəm. Bu nə deməkdir? Mən heç vaxtı bunu geyinsəm, bunu oxusam, belə oxusam, bu mövzuya toxunsam, məni sevməzlər, məndən imtina edərlər kimi qorxu yaşamamışam. Çünki bunlar hamısı mənim obrazlarımdır. Onun heç birisi Faiq deyil. Heç birisi. O Faiq Ağayev aktyorun obrazlarıdır. Necə ki bizim toya geymək üçün bir paltarımız var, çörəyin dalınca düşmək üçün bir paltarımız var, işə getmək üçün bir paltarımız var. Misal üçün zibilə atdığın paltarda toya getməyəcəksən Bəli, ki. bəli. Ona görə bunlar obrazdır. Mən axı Faiq kimi cəmaatın qarşısına çıxmıram. Mən artist Faiq Ağayev kimi çıxıram o. Artist Faiq Ağayev məndən fərqli olaraq milyon dənə şey eləyə bilər. Və bu nazik sərhədi fərqi tutmayan insandan mən nə gözləyim? Əgər o bilmir ki, bu artistdir. Misal üçün, həkimliyi götürək. Kimsə suda boğuldu. Yanında həmən dəqiqə bəxti gətirsə, adam varsa, dodaq-dodağa nəfəs verəcək, düzdürmü? Amma heç kim getdiyi yerdə dodaq-dodağa heç kimdən öpüşməyəcək. Bəli, Çünki nəfəs ayıbdır. Bəli. Bax o dəqiqə, bax o xilas eləyir deyənə, sən niyə onu irad tutursan ki, dodaq-dodağı elədi. Yəni o tipli insan, varlıq, yenə deyirəm, oksigen israfının fikri nə kimi əhəmiyyət daşıyır ki, biz onu müzakirə eləyək. Cahildir də. Haqlısınız. Qıcıdı çuşqadır. Bəs bu saydığınız obrazlar var ha. Onları sizdən çıxartsaq, yerdə qalan Faiq Ağayev kimdir? Deyirsiniz, onların mənlə əlaqəsi yoxdur. Sevib sevməyi bacaran insandır məncə. Məncə yaxşı dostdur. Etibarlı adamdır. Məndən söz almaq çox çətindir. Yəni vəd almaq. Amma vəd verdimsə, hətta mənim ziyanımadırsa, öləcəmsə, mən gedəcəm o işə. Faiq Ağayev azadlığı aşırı sevən insandır. Amma azadlığını da məsuliyyət çərçivəsində göstərən insandır, yaşayan insandır. Faiq Ağayev
Azərbaycan dili aşiqidir. Faiq Ağayev musiqi aşiqidir. Mən valideynə çox bağlı bir övladam. Əfsus ki və ya şükür ki, məndə qohumbazlığı yoxdur. Aha. Bilmirəm, o mənfi tərəfdir, müsbət tərəfdir, amma yoxdur. Mən insanlara Əfsus ki, ancaq amma dediniz. bilmirəm əfsus yoxsa şükür ki. Çünki insana ya onun xasiyyətinə görə qiymət verərlər, ya onun peşə bacarığına görə qiymət verərlər də ikisindən biri. Qohumumdur deyənə gəlib yanımda işləsin. Axı ondan daha yaxşısı var, işsiz qalıb. Ona görə qohumbaz deyiləm. Sizcə sizə ən çox nəyə görə hörmət olunur? Sənətinizə görə yoxsa insani keyfiyyətinizə görə? Məni sənətlə tanıyıb, daha sonra da məni insan kimi görən, başa düşən insan varsa, hər ikisinə görə hörmət eləyəcək. Amma belə qlobal olaraq mənə təbii ki, sənətimə görə daha çox sevirlər. Əslində mən Hər kəs mənim axı necə olduğumu tuta bilmir. İmkanı olmur onu qazıb öyrənmək üçün. Mən nə müşahidə edirəm hal-hazırda? Zirvənin bir qarşılığı olur həmişə. Çünki zirvədə olan insanlar, hər zaman birinci olan insanların yumruğu stola vurmağa haqqı olur. Çünki dilinə görə dilçəyi olur. Məsələn, siz düşünürəm o vaxt sırğa taxdığınıza görə, saçınızı boyadığınıza görə tənqidlər də olunmusunuz, təzyiqlər də olub. Baş bilsə nə qədər var sındırıb. Yəni bunlar olub, amma əl çəkməmisiniz yolunuzdan. Çünki tamaşaçı da görüb ki, yo, bunlar aksesuardır. Bu Faiqin obrazı tamamlamaq üçün olan bir nüansdır. Bu Faiq özü deyil də, bu Faiqin... Amma zaman alıb da Faiq bəy bunları Mən inanmışam ki, dərk əvvəl eləmək. axır mən bax həmən o nəyi çatdırmaq istəyirəmsə, nəyi demək istəyirəmsə, o cümlədən sırğalı, sırğasız, uzun saçlı, qısa saçlı, boyalı saçlı, boyasız saçlı, nəyi çatdırmaq istəyirəmsə, əgər mən inanıram ki, mən bunu çatdıra biləcəm, mənim üçün çəpər, maneə demək olar ki, olmur. Mən hər zaman izləyicilərimə deyirəm ki, mənim məsəl üçün qonağım bu gün Faiq Ağayevdir. Okay, mən nə vaxtsa səhnəyə çıxıb mahnı oxumayacağam, müğənni olmayacağam. Amma mən bir lider kimi, yəni yetəri qədər uğurlu bir insan kimi sizin dediklərinizi öz iş həyatıma və öz həyatıma proyeksiyalayaraq o mesajları görə bilirəm siz nə demək istəyirsiniz. Bu o deməkdir ki, insan inandığı bir işdən dönməməlidir. Bu o deməkdir tərcüməsi. Amma inanmaq üçün də sən gərək mərhələlərdən keçəsən. Kör təbii inanmayasan, dedizə inandığı iş üçün. O işə ilk əvvəl özün inanmalısan. Başa düşməlisən ki, hə, aldananlar da olur axı. Nəyə inanırlar bir bəlli deyil, amma inandıqlarına görə onlar düzdülər. Daimi də çalışmaq məncə paralelində şərtdir. Hə, çünki istedad həmişə əmək tələb eləyir. İstedad boşdu-boşuna, yiyəsiz, əməksiz qalanda kiflənib, çürüyüb yox olur. Əfsus. Əmək şərtdir. Əmək mütləq əməksevərlikdir, zəhmətkeşlikdir, dayanmadan çalışmaqdır. Hər məğlub olmaq da qlobal məğlub olmaq deyil. Hərdən bir məğlub olmalısan ki, növbəti mərhələdə məhz sən qalib olasan. Siz daima pop qaydalarına uyğun bütün müasir tələblərə cavab verirsiniz, ayaqlaşırsınız. Əslində bu biraz çətindir. Ayaqlaşırsınız. Əvvəl məsələn indi azreplə çalışdığınız dövr olub. İndi tendensiya melodiya deyil, bitdir, ritmdir. Əfsus, Bu dünyada belədir. Siz də bununla ayaqlaşırsınız. 2018-dən bu yana mən azreplə çalışıram. Bəli, və bununla ayaqlaşırsınız. Sizcə tamaşaçının əvvəlki mahnılar bir başqaydı, üsyanına münbit şərait yaratmış olmursunuz? O axı mahnılarla bağlı bir şey deyil, o yaşla bağlı olan şeydir. Belə bir deyim var, deyir, əvvəllər hava da təmiz idi, su da daha yaşı idi. İnsan gəncliyi ilə, qayğısız zamanı ilə və hansısa bir sevgi yaşadığı vaxtda eşitdiyi mahnı ilə öz içində bağlantılar qurur.
Aha. və növbəti mərhələdə 10 il, 5 il keçəndən sonra, 20 il keçəndən sonra başqa bir şey görəndə deyir, yox, bu yox, bax o yaxşı idi. Niyə? Çünki onda cavan idi, qayğısız idi, sevgi içində idi. Tamam, mən də çox əzilirəm ki, indi melodiyalı mahnıların vaxtı və zamanı deyil, amma mən sizi inandırıram ki, ən gecə 5 il ərzində qlobal trend dəyişəcək. Yenidən qayıdılacaq akustik səslərə, mütləq aranjmanda. Siz sağ, mən salamat 5 ildən sonra nə var ki, Allah aman zaman versin, can sağlığı versin. 2030-da bir də görüşüb danışa bilərik. Melodizm bütün dünyada qayıtmaq üzrədir yenə də. Siz novatorsunuz axı. Ola bilməz ki, məsəl üçün tendensiya uymayıb. Mən yenə oxuyuram məsəl üçün Aygün Səmədzadədən, Eldar Mansurovdan, Vüqar Camalzadədən məsələn. Axı Oxuyaram, amma satış vermir. Amma yox, heç biri mahnı yazmır. Heç yoxdur. Yazmırlar indi. Mənim dəfələrcə olub ki, dünyalar qədər sevdiyim Azərbaycanın peşəkar bəstəkarlarına irad səsləndirmişəm efirdə. Çünki mənə elə gəlir ki, onlar bu ortamı görüb küsüb çəkiliblər kənara. Ciddisiz? Baxın, siz nə zaman axırıncı dəfə deyək ki, çox sevdiyim Vaqif Gərayzadənin təzə mahnısını eşitmisiniz? Və ya adını çəkdiyiniz Eldar Mansurov, maestro, nə vaxt sonuncu dəfə mahnı yazıb, yeni mahnı? O da, mən bu yaxınlarda gördüm, bir müsahibəsində söylədi ki, mənim mahnılarımı, nəsə belə stat düzgün də olmaya bilər, amma məğzi buydu ki, mənim mahnılarımı oxuyacaq da müğənni görmürəm. Bizdə demişdi, səhv etmirəmsə. Deyəsən. Bizdə demişdi. Ya Gövhər Həsənzadə, bir dənə çalışan indi hal-hazırda Xanım İsmayıl qızıdır. Bəli. Ki mahnılar yazır kiməsə. Bəstəkarlar da çəkilib. Çünki sanki biz lazım deyilik fikri ilə yaşayırlar. Çox yanlışdır. Bəs yazsalar yenidən, çünki Faiq Ağayev Yox, bax dediyiniz o trenddə olan zirzibildən qat-qat aşağı olacaq onların yazdıqları gözəl əsərlər. Əfsus ki, bu da həqiqətdir. Bəlkə onu həzm etmək istəmirlər. daha doğrusu satışı olmayacaq deyirsiniz. Hə Aşağı də, yox, yəni öz satışı olmayacaq. balavı verirsən hansısa bir uşaq böyüdə bilməyən, meşədə böyüyən, mağarada böyüyən birisinə. Verə bilərsiniz öz uşağınızı bir valideyn kimi. Verməzsiniz axı. Onlar da mahnıları övladlarıdır. Vermək istəmirlər. Çox acınacaqlıdır. Çox acınacaqlı. Mən zaman-zaman o melodikli mahnılara qayıdıram. Hərdən bir. Olur, mənə yazırlar mahnı, oxuyuram. Amma indi o janrın zamanı deyil. Bu reallıqdır. Buna da bilmirəm. Əfsus deyim, bir müğənni kimi əfsus deyirəm. Mən də tamaşaçı kimi əfsus deyirəm. Bir tamaşaçı kimi də baxıram ki, yəni bütün Azərbaycan musiqisi də hal-hazırda iki qaynağın üzərindədir. Biri azrepdir, biri meyxanadır. Ən gözəl mətnləri ya reperlər, ya meyxanaçılarımız yazır. Amma Bəstəkarlarımız melodiya yoxdur. yoxdur. Hə, mahnı yazarları var, bəstəkarlar yoxdur. Çox təəssüf. Sən bir var səs, bəyalar dedicəm, heç vaxt müğənni olum. Səs sizdə də var, məndə də var. Biz danışıqda, hə, sizin qadın kimi gözəl məlahətli səsiniz var. Mənim bir bəy olaraq səsimin də səslənməsi gözəl. Amma mən sizdən fərqli olaraq müğənniyəm. Mənim başqa bir bacarığım var. Sənətinizi nəyə dəyişərsiniz? Heç nə. Niyə dəyişim ki? Səbəb nədir? Vaxtında amma sevgiyə dəyişmisiniz. Yox, mən bir dəfə hətta sevgiyə görə bir 8 aylıq səhnədən getdim. Onu deyirəm. Hə, getmişdim səhnədən. Amma sonra özümə maraqsız oldum. Güzgün yanından keçəndə diksinirdim. O gözlər işıldamırdı. O enerji yox idi. Mən başa düşdüm ki, mən sənəti atdıqca soluram, solğunlaşıram. Və heç məni sevən də məni daha sevməyəcək. Çünki o məni səhnədə başqa cür görüb axı. Elə sevib. Yox. Bilməm, bu həyatda bəlkə bir valideynə, bir övlada görə adam qurbana gedə bilər. Vətən öz yerində. Amma qalan qurbanlar əksər hallarda boş yerə xərclənmiş səylər olur.
Sizlə ortaq bir nöqtəmiz var, ailəyə bağlılıq. Hə. Mən hətta bəzən psixoloqa da gedirəm. Bu məni bəzən çox incidir və həyatda ən böyük qorxum valideynlərimi itirməkdir. Çünki elə hiss edirəm ki, onlar yaşadıkca mən uşağam və onlar yaşadıkca mən xoşbəxtəm. Ata itkisi bir oğlana nə alır, nə qazandırır. Allah elərinizə rəhmət eləsin. Atam dünyasını dəyişməzdən qabaq anamı mənə tapşırdı. Ki, anaya sən baxacaqsan. Bax, bu birdən-birə göydən düşmür. Onsuz da anama baxırdım və baxıram da. Atam dedi, demədi. Çünki anamı dəli bir sevgi ilə sevirəm mən. Amma ata etkisi deyirlər adətən qızlara daha çox təsir eləyir. Çünki qızlar atalarına, oğullar analarına daha bağlı olurlar. Amma bir kişi üçün evin böyüyünü itirmək səni tam bambaşqa eləyir. Bambaşqa eləyir. Böyüdür. Birdən-birə böyüdür. Əgər sən yetkin insansansa, beynin yerindədirsə. Hə, elə bil 15 yaşından birdən-birə 50 yaşı hoppanırsan. Bu mənim böyük qorxumdur. Biz də gedəcəyik, valideynlərimiz də gedəcək bir gün. Allaha qurban olum, tək ki gedəcəyi günlərinə qədər sağlam olsunlar. Amin. Tək ki həyatda maraqları itməsin. Mən bunu qaçılmaz bir həqiqət kimi qəbul edirəm deyənə. Mən misal üçün atamın yasında kənardan deyilənləri, mənə söylənləri sizə deyirəm. Deyirlər ki, çox soyuqqanlı, çox özünüzü belə rahat idarə edirdiniz. Mənim içimdə nə baş verirdi? Təbii ki, göstərmirdim. Hərdən bir o əzlərini itirmiş və ağı deyən qadınlara insan paxıllıq çəkir ki, bu içində nə kimi ağrı var idisə çıxartdı onu, yox elədi. O ürəyindən o ağrını, o acını, o tikanları çıxartdı. Elə bilsən ki, o səndən daha xoşbəxtdir. Çünki sən boğursan onu. Bir oğul üçün ananı da itirmək çox çətindir, amma mən elə ki, oğul üçün atanı itirmək, elə bilsən atanın əvəzinə olursan da ailədə. Sənə xas olmayan funksiyaları həyata keçirməyə başlayırsan. Çox böyük zərbədir təbii, hə? Xalqın artisti olmağın əsas göstəriciləri nədir? YouTube-u çıxırıq təbii ki. Sənin sənətin kütləviliyi, Konsert. konsert və konsertə gələn insanlar, mahnıların, onun əzbər bilinməsi. İndi mənə dönüb deyəcəksiniz ki, bayaqlarda da hər şey vardı. Artıq ən böyük salonlara belə ayaqları açılıb konsert verirlər. Çox qəribə. Amma xalq artisti odur ki, dalıca kütlə gəlir. Hə, toplum gətirə bilsin. Konsertdəmi, misal üçün indi hər şey rəqəmləşib, rəqəmli musiqi platformalar var. İndi ən düzgün, ən belə sağlam, əgər düzgün başa düşürəmsə indiki dünyanı göstərici odur ki, sən neçə dəfə dinləyiblər, neçə insan sənin mahnını yükləyib. Mənə elə gəlir ki, ilk əvvəl bax bu kütləvilikdir və daha sonra bəlkə də ondan daha əvvəl sənin sənətin məğzidir. Nə barədə oxuyursan, nə oxuyursan, nədir sənin oxuduqların? Və tarixdə qalıb qalmamağı, qalmayacağı. Onu heç kim həyatında fikirləşmir. İnanın, heç kim mahnı yazanda, opera yazanda, bilmirəm, balet quranda, kitab yazanda fikirləşmir. Mən bunu yazıb gərək tarixə düşüm. Mən Azərbaycan mahnısını oxuyanda heç ağlıma da gəlməzdi ki, məktəblərdə tənəffüs zamanı zəng əvəzinə səslənəcək. Bizim əskərlərimiz hərbi hissələrdə o mahnı ilə marş edəcəklər. Gəlmirdi də ağlıma mənim. Amma tarixə düşdüm. Mənim yanılmıramsa 6-cı yoxsa 7-ci sinif nəğmə dərsliyində Azərbaycan mahnım var. Artıq tarixdə. Yəni bir işi gördüyümüz zaman yenə öz həyatıma proyeksiya alıram. Gözləntisiz görmək lazımdır. Sevgi ilə.
Gözləntisiz də olmur. Sənin əsas sən nə oxşur? Yox, həzz aldığınız yer. Daraqlanıb hazırlaşıram mən. Aha. Görüşə gedəcəm. Hə. Olduğundan daha gözəl olmaq istəyirsən. Oğlunlar bilməm. Corab dəyişir. Mən başqa paltar geyinir, başqa cür saç. Çünki onun məqsədi sevilməkdir və o seçdiyi insanı qazanmaqdır. Mənim üçün hər dəfəsində o prosesdir. Mahnını təqdim edəndə, klipi təqdim edəndə, konsertdə mən daraqlanıram. Həm hərfi, həm məcazi mənada özümü ən yaxşı, ən gözəl tərəflərimi göstərərək gedirəm o görüşə. Və mənim məqsədim sevilməkdir. Sevildimsə, deməli onun sonrasında tarixə düşmək də var və digər gözəl şeylər də var. Müsahibələrinizin birində hər aşiqin öz dövranı var demisiniz. Bu reallıqdır. Bu etirafdır. Bu reallıqdır, ürəyim. Baxın, Rəşid Beybutov, Allah qəni rəhmət eləsin. 88-ci ildə yanılmıramsa rəhmətə getdi. Bəli. Amma Rəşid Beybutov nə qədər böyük, nə qədər dahi birisi olsaydı, 85-də misal üçün artıq konsertlər keçirmirdi. Əvvəlki kimi. Bəli. Ya Müslüm Maqamayev birdən getdi səhnədən. Ya Polad Bülbüloğlu. Ya Zeynəb xanlarıva. Onların hal-hazırda aktiv fəaliyyətdə olmaması onların sənətkar deyil də, fikrinə gəlmir. Onlar öz o əlçatmaz mərtəbələrində qalırlar. Amma dövran məsələsi var ki, sən hansı zamandan hansı zamana qədər ən çox tələbatlı olan birisi olursan. Mən o mənada deyirəm. Yaxşı, sonrakı post dövrdəki baş verənlərin həzmi necə baş verir? O çətindir. Əgər insan möhkəmdirsə, o ya ailədə təskinlik tapacaq, ya sənətini şer. İndi nə kimi oxuyur? İndi nə kimi əvvəllər oxudu? Ya Allah o dünyasını gözəl eləsin. Tina Turner. Rəhmətə gedənə qədər konsertlərdə iştirak edirdi. Bəli, misal üçün deyək ki, artıq Adele kimi, misal üçün deyirəm də, Amy Winehouse kimi hiperpopulyar deyildi, amma Tina Turner idi. Şerdi. Və dövran, bax, o zaman kəsi idi. Ya da ki, çox nadir hallarda, çox nadirəndə belə, çox. İnsan həyatının sonuna kimi, bax, həmən o fəaliyyətdə qalır. Burada daha çox aktyorları misal gətirmək olar. İndi də hansısa film olsun, Robert De Niro olsun, mən gedib o filmə baxacam. Mütləq baxacam. Peşədən asılı olaraq dəyişir onda o dövr. Aktyorlara aktuallığı saxlamaq daha asandır. Bizdə fərdi sənətdir. Aktyorlar tək çəkilmir, axı çox belə komanda ilə, bəli. Burada başqa aktyorlar da var. Aktuallığı qorumaq çətin məsələdir. Çox çətin məsələdir. Sənət aktuallıqdan böyük olmalı deyil. Yoxsa artıq sənət aktuallığı doğurmalıdır. Təbii ki, böyükdür aktuallıqdan. O aktuallığı doğuran sənətdir. Ki sən 80-də də, 90-larda da, 0-cı illərdə də, 10-cu, 20-ci, 30-cu illərdə də eyni maraq doğurursan. O çox belə nadir hallarda olan şeydir. Amma bir qayda olaraq hər aşiqin dövranı var. Bu düzdür, bu həqiqətdir, bu reallıqdır. Qəbul edirsən, eləmirsən, kainatdır bu. Belədir. Zaman faktoru. İntellektual insansınız, mütaliə edirsiniz. Mən sizin oxuduğunuz kitablar mənim üçün çox maraqlıdır. Çoxdan da kitab oxumuram. Bu arada özümü məzəmmət eləyim. Yəqin o kitab oxuma həvəsi də müəyyən yaşa qədərdir. Mənə elə gəlir. Və indi axı real kitabdan, o kağızdan olan kitabdan hamı uzaqlaşıb, çünki gadjetlər var. Həmən kitabı sən telefondan da, planşetdən də oxuya bilirsən. Amma kitab aurası başqa. Kitabı tanıyan insan üçün Bəli. Amma misal üçün indi 7 yaşı olan uşaq üçün kitab ancaq məktəbdə olan dərslikdir. Bəli, təəssüf. İntellektual insansınız, özünüzü yetişdirmisiniz, necə lazımdır. Zamansız. Maşallah. Maşallah. Zamansız artistsiniz. Sizcə sivilizasiyanın bu dövründə humanist olmaq əsasdır, yoxsa vətənpərvər? Onlar bir-birinə tərs mütənasib deyil ki, ürəyim.
Müharibə vaxtı tərs mütənasib oluraq amma. Ancaq müharibə də qısa bir zaman kəsiyində olur. Vətənpərvərlik də humanistlik deməkdir. Humanistlik də vətənpərvərlik deməkdir. O kəskin hansısa qarşıdurma olanda, hə, bu iki dənə məfhum bir-birinə dava eləyir. Baxın, öz Baxın, bu üzərimdən 44 günlük müharibə vaxtında daha çox vətənpərvər olmalıydıq və Bəli, vətənpərvər olduq. də olduq. Bəli. Amma müharibə bitdi, biz humanistik. Məsələn, mən özümü vətənpərvər hiss edirəm. Bunu bəzi anlayışlarda qarışdırırlar. Mən çox vətənpərvər insanam. Ölkəm üçün, dövlətim üçün yaxşı iş görməyə çalışıram, vergimi verirəm, işimi artırmağa çalışıram. Mən yaxşı kontent, məzmun hazırlamağa çalışıram. Partladaq dərdində deyiləm. Amma məsələn, mən bir ermənini öldürə bilmərəm. Bu məni daha az vətənpərvər İndi edir. öldürməyə ehtiyac da qalmayıb, Məsələn, əgər üz-üzə üstünüzə gəlsin. gəlmirsə. Aha. Amma müharibədə istəsən, istəməsən öldürməliydin. Onda bu da şərtlərdən asılı olaraq dəyişir. Allah eləməmiş, Allah göstərməmiş. Sən o birinci Qarabağ müharibəsində zülm çəkən valideynləri yad var. Gözümün önünə gətir ki, gözün qabağında balasını öldürüblər. Əsas şey, bəli. O tüfəngi də götürər, bıçağı da götürər, əli yalın da gedər, dişi ilə boğazını da deşər. Halbuki dünyanın bəlkə də uşağını itirməzdən qabaq ən humanist adam idi. Bəli, demək. Heç milçək də öldürməzdi bəlkə də o insan. Şərtlər, həyat bəzən bizi elə edir ki, özümüzdən diksinirik. Onda içimizdə hamı var. Bəzilərində yoxdur. Bəzilərində əzəldən yoxdur o ayarlar. Nə vətənpərvərlik, nə humanistlik. Və ya əksinə, siz dediyiniz kimi, ömür boyu nə də olsa güllə aça bilməz, düşmən öldürə bilməz. Elə insanlar da var. Az da amma onlar da var. İnsanlar müxtəlif deyirəm. Bu həyatın ümumiyyətlə əsas qanunu müxtəliflikdir. Çünki hamı eyni olsa bəşəriyyət yox olacaq. Hamı belə son xromosomuna qədər eyni olsa insan cinsi yox olacaq həyatda. Yəni müxtəlifliyi həm Müxtəliflikdir bu həyatın özülü. yəni həm öz müxtəlifliyimizi, həm də Bir-birimizdən fərqli olmağımız. qəbul etməliyik. Ha. Nə olar ki, kimisi gözü yaşıldır? Misal üçün deyirəm. Məsələn. Sizin yəqin xəbəriniz yoxdur. 20-ci əsrin əvvəlində daltoniklar var ha. Bəli, öldürürlər. Rəng seçməyənlər. O vaxtı kimsə ağzından qaçırmazdı ki, mən rəngin fərqini bilmirəm. Çünki məzəmmət olunacaqdı cəmiyyət tərəfindən, özü də çox kəskin. Sol əllə yazan solaxaylar nə qədər təcrid olunub cəmiyyətdə, nə qədər əlindən vurub sağ ələ keçirtmək istəyib. Cəmiyyət bir növ qəlibləşdirmək kimi əzazilliyi olur istənilən cəmiyyətin. Sən belə olmalısan. Sağ əllə yaz. Gözün necə olur ki, rəng görmür? Niyə saçın uzundur? Saqqalını qır. Cəmiyyət özü əfsus, əzazil olur. İstənilən cəmiyyət. Bəlkə bir dənə Tibetdə olan o Dalai Lamanın ətrafında olanlar bəlkə bir 5-10 nəfər başqa cürdür. Yəni qəbul eləməliyik. Hə. Daima bu qədər zirvədə olmaq, ətrafda bu qədər insan, hamı sizdən tanış olmaq istəyir, şəkil çəkdirmək istəyir. Rəqabətli mühitdə insan münasibətlərinə necə nəzarət etmisiniz? Məsələn, elə insan var ki, mən adamı gözündən tanıyıram. Mən istər-istəməz psixoloq olmuşam. Mən gərək dünyanın ən axırıncı son maymağı olaydım. Aha. Əgər ki, cəmaət arasında belə qaynar özdəki şəraitdə, cəmaətin arasında ola, filan kəs filan xasiyyətə yəqin malikdir, bilgisini qazanmasaydım bu dünyada. O deyir, dəmir döyülə-döyülə polad olur. Bəli. Təqribən özüm üçün portret çözürəm ki, bu insandan nə gözləmək olar. Və bayaq dediyim kimi, o mənə qarşı pis və ya kiməsə qarşı pis hərəkət etməyincə mənim üçün qəbul olunar insandır. Ta o vaxta kimi ki, onun o istəmədiyimiz və arzulanmayan iç üzü açılana qədər. Seçkin təbii ki, olmaq lazımdır. Biz hər şeyi də yemirik, ağzımıza atmırıq. Sən beyin mədə deyil, mədəyə xəstə bir şey, belə xarab bir şey gedəndə
mütləq üzr istəyirəm, üzrə gilab qusursan. Beyində qusmaq kimi bir funksiya yoxdur. Ona görə pis musiqiyə qulaq asmayın. Pis insanlarla otur-dur eləməyin. Pis hərəkətlər eləməyin. O çox pis şeydir. Bizim beynimiz hər şeyi toparlayır və saxlayır. Oradan heç nəyi silmək mümkün Hard disk deyil. deyirlər belə. Yenə deyirəm də mədədir. Mhm. Qıcıqırmış nəsə yedin, qusacaqsan. Sənin müdafiə mexanizmin var. Beynin elə müdafiə mexanizmi yoxdur axı. Bu neçə yaşında öyrəndiniz ki, bunu bu şəkildə kontrol eləməliyəm? Yəqin ki, döyülə-döyülə öyrəndiniz də. Yox, təbii ki 17 Yanıla, yaşında yanıla. mən bunu dərk eləmirdim. Mən misal üçün bağışlamağı 30 yaşında ancaq dərk elədim. Öz ad günümdə. Birdən belə bir vəh gəldi mənə ki, bizi sən demə, niyə görə bağışlayırıq Mhm. və ya bağışlamırıq, gəl oradan başlayım. Bizi haqqımız yandırır. Hmm. Ki mən bu insana qarşı yaxşı olmuşam, mən ki ona belə şey eləməmişəm, mən heç nə ilə, heç bir hərəkətimlə onun o etdiyinə layiq deyildim. Sən o haqqı buraxan kimi Mhm. haqqı məni yandırmazsın. Olub da. O şərt deyil, sonra ondan sonra gedib yenə də Əvvəlki dodağı kimi öpüşüb olasınız, əvvəlki bəli. münasibət. Amma sən buraxanda kürəyindən yük gedir. Təbii ki, təcrübə gəlir. Mən dediyim kimi, mən bağışlamağı 30 yaşında anladım. Amma bir də sözlü deyim, mənim anam mənə 5 yaşından ağsaqqal deyir. Evdə mənə ağsaqqal deyir. Ki, ağsaqqal dur gəl bura. Niyə? Çünki misal üçün deyir ki, mənim böyük qardaşlarım nəsə şuluq eləyəndə anam gəlib yalandan belə bir qulaq vurması eləyirdi. Deyir, sənin üstünə gələndə deyir ki, mama dur. Mənə başa sal. Mən nəyi düz eləməmişəm. Mən bir də onu eləmərəm. Amma vurma məni. Deyir, baxırdım sənə. Özünə hörmət olub da. Hə, kəlimsiz bir qutablıq canım var. Bəlkə də yarım qutablıq. Məsələn, heç də vurmaq da istəmirdim. Amma o sözdən sonra ümumiyyətlə sənə yaxın durmurdum ki, adam ağıl işlədir də. Deyir, mən nəyi düz eləməmişəm. Deyir, bir də eləməyim. Bax, onu, o sualı özümə həyat boyu, bugünə qədər verirəm. Buradan Hacı xanıma salam deyirik. Təşəkkür Mən də edirəm. bir ana olaraq baxıram bütün məsələlərə. Allah Tam müşahidə edirəm. övladlarınızı 3 dənədir, hə. maşallah Allah övladlarınızı Sağ ol. qorusun. Bütün balaları qorusun. Ana səadətini doyunca yaşayasın. Amin inşallah, amin. Demək ki, insan xarakteri ilə doğulur. Hə, təbii kimsə 15 yaşında qocadır. Kimi belə səbəbi var, səbəbi yoxdur, qara qabaqdır. Kimi gündən daha da şit olur. O insana bağlıdır. Hamını bağışlamısınız? Faktiki hə. İndi fikirləşdim ki, mənim belə kiməsə qarşı ürəyimdə kin qalıbmı? Yox. Hə, ya özümü bağışlamışam, ya özümü bağışlamışam. Səhv məndədir ürəyim. Səhv o insanda deyil ki, o səhv eləyib. Səhv məndədir ki, mən o insanla oturmuşam. Bağışlamağınıza baxmayaraq, onda o demək deyil də, bağışlamaq, barışmaq demək deyil. Yox. Yenə də Hər halda yox. distant. Hər halda yox. Amma bəzi hallarda barışmaq, qovuşmaq da ola bilər. Barışmadıqlarınızı bəs bağışlamısınızmı? Hə, mənim hal-hazırda barışmadığım, amma çoxdan bağışladığım insanlar var. Barışmamışam nə deməkdir, hansı mənaya gəlir? Mən o bağışlayandan sonra münasibətləri bərpa etməmişəm. Amma içimdə, daxilimdə bağışlamışam. Mən niyə ağırlıqla gəzim? Niyə o kisələri çiynimin üstünə qoyub 50 kiloluq bədənimlə onun üzərimdə də daşımalıyım? Nə üçün? Bəli, bağışlamaq. O deyir, tök ətəyindən o daşları. Bax, bağışlamaq da odur. Bağışlamaq insanı böyüdür nəticədə. Və daha azad edir. Bəli. Amma kimi də gəldi, nəyə görə gəldi, bağışlamazlar, ha, o da var. Yəni şərtlər var ki, bağışlamaq olmur. Yenə də onda daşla gəzirik axı. Yox, onda o insanı gömürsən sən. Hardasa torpağın altına. Daşlarla bərabər. Yoxdur o adam. Yoxdur da. Amma bağışlamırsan. Mövcud Yenə də neqativ. deyil. Görməzdən gəlirsiniz. Yox, sən özünü inandırırsan ki, bu adam ölüb, rəhmətə gedib. Allah Ölünü rəhmət dalınca eləsin. danışmaq olmaz axı. Hə. Ayıbdır. Ölüb, yoxdur bu insan. Ümumiyyətlə mənə heç kimin varlığı darlıq vermir. Yoxdur elə bir şey ki, mən kiminsə varlığından belə çox narahat olub da. Var müğənni. Deyir ki, Faiq Ağayev gəlirsə, mən özümə benzin səpələyəcəm, gəlməyəcəm ora.
Var belə indiki dövr? Hə, televiziyalara şərt qoyurlar. Bu yaxınlarda yeni il çəkilişlərinin birisinə bir müğənni eşidəndə ki, mən də orada varam, gəlməyib. Ona da deyiblər ki, biz sizi böyük sevgi ilə dəvət edirik. Onu da böyük sevgi ilə dəvət edir. O bizə heç bir şərt qoymur, Faiq. Amma siz şərt qoyursunuz. Siz axı bizim yanımıza gəlirsiniz, Faiqin yanına gəlmirsiniz. Bu elə toylardan da olur, televiziyalardan da olur. Təbii ki, mənə nifrət eləyəcək. Niyə? Çünki onun o şərti qəbul olunmadı. Amma mənim üçün keçmiş etapdır. Rəhmətə gedən insandır. Mən onun ruhunu niyə incidim? İndi bədəndir də yiyəsiz qalıb dolaşır ora-bura. Anladım. Mən konsertlər üçün çox darıxmışam. Can, 2026-da çox güman ki, mən xoş xəbər, xoş müjdə bu barədə. Buradan hər şey şünas vasitəsilə muştuluqluyuram hamınızı. Bizə rəylər yazırsınız, sevginizi bildirirsiniz bir zəhmət. Azmış kimi dəvətnamədə olacaq hər şey şünasda. Mütləq. Mən sizin dinləyicinizəm və nə yaxşı ki, siz Azərbaycan musiqisinə bu töhfələri vermisiniz və Gözəl. bir nəslin zövqünün formalaşmağında ciddi əmək. Bir neçə nəslin hətta. 37 ilə 3 nəsil böyüyür. Və mən sizin 2-3 gün əvvəl gedirdim Lənkərana və tək gedirdim. Oy mənim vətənim. Hə, Lənkərana gedirdim və tək gedirdim. Mən 2 saat yarımlıq yolu baxdım ki, ancaq sizi dinləmişəm. Minnətdaram. Ancaq sizi Zövqlü dinləmişəm. insansınız. Və mən sizin konsertlər üçün çox darıxmışam. İnşallah və bunu dəvət 2026-da eləyəcəm. gözləyirəm. Mən çox istəyirəm ki, məndən üzbəsurət tamaşaçı salonunda sizin kimi həvəslə mənim çıxışımı gözləyən insan otursun. Amma sizi də mən geyindirim. Hə, niyə yox? Bu barədə mənim indi tamaşaçılar bilmir, mənim iradlarım var. Deyir, sənə yar, səndən yar, şikayətim var. Məndən küsmüşdü Faiq bəy. Məndən küsmüş, amma indi barışdıq da. Yox, mən belə küsməmişdim, incimişdim. Barışdıq. Mən Həyat da şans verir bizə bir-birimizə. Bəli, mən sizi çox sevirəm. Yəni mən o qədər üzülmüşdüm ki, bizim o zaman vibe'larımız üst-üstə düşməmişdi. Hə, yəqin ki. İndi artıq görürsüz, İnşallah siz də konsert geyimlərini də mən tikəcəyimin sözünü aldım. Bu gün sizin doğum gününüzdür. Yəni bu veriliş doğum gününüz efirə gedəcək. Sizi ürəkdən təbrik eləyirəm. Çox sağ ol gülüm, minnətdaram. Çox yaşayın, sağlam yaşayın, xoşbəxt yaşayın. Amin. Çox lazımlısınız və nə yaxşı ki siz Azərbaycanlısınız. Çox sağ ol ürəyim. Mən belə çox gözəl əhval-ruhiyyə ilə burdan durub gedəcəm bir söhbəti bitirəndən sonra və bu söhbətə görə də təşəkkür edirəm. Beynimin məşqdə olduğu bir zaman kəsiyi idi bizim söhbət elədiyimiz zaman kəsiyi. Beynim işlədi, ürəyim işlədi, xatirələrim canlandı hansısa, gələcəyə baxdım. Bu da o deməkdir ki, qarşımda düşünən insan oturub. O da mənim üçün ən böyük sərvətdir bu həyatda. Çox təşəkkür edirəm. Oy. Mübarək, ad günün mübarək. Bütün eraların kralı. Bəli. Bunu kamera görsün, lap məğlub olar. Görür. Bütün eraların kralı. Oy, mən çox minnətdaram. Arzumu deməyəcəm. Bəli, onu Çünki deməzdim. desən həyata keçməyəcək. Ürəyimdə arzu saxlayacağam, amma əmin olun ki, o arzu sizin qədər gözəldir. Arzular üçün olsun. Çox sağ olun ki, gəldiniz. Bizə zaman ayırdınız, dəyərli zamanınızı Dəvətə görə ayırdınız. minnətdaram. Ümid edirəm ki, suallar xoşunuza gəldi və Söhbət xoşuma gəldi. Suallar detallardır. Ümumi təəssürat çox yaxşıdır. çox Mən sağ olun. cavanlaşıram belə yaxşı həm söhbət tapanda, yaxşı tərəf müqabili olanda cavanlaşıram. İndi də cavanlaşdım. Çox sağ olun ki, gəldiniz. Sizi sevirəm. Daima sağlam olun, çox yaşayın. Çox sağ olun. Dostlar, siz isə izləyirsiniz, fikirlərinizi paylaşırsınız. Bizə istiqamət verən sizin fikirlərinizdir. Növbəti Hər Şey Şünasda görüşənədək.